Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Sallallahu ve sellem ala nebina Muhammedin ve ala alihi ve sahbihi ecmain. Allahümme alimna ma yenfa'una ve enfa'na bima allamtana. İnneke entel alimul hakim. Amma ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Deməli, qardaşlar, biz elhamdülillah davam edirik Şeyx Rabinin risaləsini oxumağa. Peyğəmbər sallallahu aleyhi ve sellemin hədislərindəndir. Şeyx Rabi topluyub. Əqidə barədədir, bir də tabiçilik barədə. Tabiçilik kimə? Peyğəmbər sallallahu aleyhi və səlləmə. Deməli, biz gəldik, çatdıq. Əl-hədis, əs-səbi və əs-səmin. 7 və 8-ci hədislər. 7 və 8-ci hədislərə. Deməli, Şeyx Rabi burada buyurur ki, başlıq kimi qoyub ki, Əl-əmru kulluhu lillahi vahdə. La yüşəriku fihi nəbi və la mələk və la qayruhumə. Bütün işlər Allahın əlindədir. Yəni, Allaha aiddir. Bütün işlər Allaha qayıdır. Tək ona. Və idarə etmədə heç kəs Allaha şərik deyil. Heç kəs Allaha şərik deyil. Nə bir peyğəmbər, nə bir mələk, nə də onlardan qeyriləri. Və bunun Quran-ı Kərimdə dəlilləri çoxdur. Şeyx Rabi də burada qeyd edəcək. O dəlillərdən biri Allah Teala bildirir ki, Quran-ı Kərimdə yudabbirul amra minəs-səmə iləl ard, yudabbirul amra minəs-səmə iləl ard, thumma ya'rucu ileyh. Əl-əyə. Səcdə surəsinin 1-ci səhifəsi baxsaz, yerdən göyə qədər, göydən yerə qədər olan işləri kim idarə eləyir? Allah da subhanahu wa ta'ala. Və bu məsələdə heç kim ona şərik deyil. Başqa ayədə Allah Teala bildirir ki, qul innəl amra kulləhu lillah. De ki, bütün məsələlər, işlər Allaha qayıdır. Allahın əlindədir. Sonra şeyx burada hədis gətirir. Ənəs ibn Məlikin hədisini. Hədisi İmam Buxari, İmam Muslim, İmam Tirmizi, İbn Məcə, İmam Əhməd kimi böyük alimlər rivayət ediblər. Buyurur ki, Ənəs, Allah ona razı olsun, şüccən Nəbi sallallahu aleyhi və səlləm yevmə Uhud və kusirat rübəiyyətuhu yevmə Uhud. Buyurur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Uhud döyüşü günü başı yarıldı, ön dişlərindən bir neçəsi sındırıldı. Və Peyğəmbər sallallahu aleyhi və səlləm bu halda dedi ki, keyfə yuflihə qavmun şəccu nəbiyyəhum. Öz Peyğəmbərini döyən, onun başını yaran bir qövm necə nizah tapa bilər? Allah subhanahu wa ta'ala ayə nazil elədi. Buyurdu ki, leysə ləkən minəl əmri şey, əv yətubə aleyhim, əv yuəzzibəhum fə innəhum zalimun. Allah Teala Peyğəmbər sallallahu aleyhi və səlləmin bu sözünə görə, hansı söz idi? Öz Peyğəmbərinin başını yaran bir qövm necə nizah tapa bilər? Bu sözə aid Allah Teala ayə nazil elədi ki, leysə ləkə minəl əmrə şey. Bu şeyin sənə aidiyyəti yoxdur. Nəyin? Hidayətin. Çünki deyir ki, onlar necə nizah tapacaqlar? Yəni, necə hidayət olacaqlar? Peyğəmbərlərini döyürlər, onun başını yarırlar. Allah dedi ki, bu məsələnin sənə aidiyyəti yoxdur. Arxasıca nədir Allah Teala? Əv yətubə aleyhim, əv yuəzzibəhum fə innəhum zalimun. Deyir, onlar zalimdırlar. Allah istəsə onlara əzab verər, istəsə nə eləyər? Onların tövbəsini qəbul eləyər. Deməli, başlıqda nə qoymuşdu? Bütün məsələlər kimin əlindədir? Allahın. Eləcə də hidayətində və digər məsələlərdə. Və sonra ikinci hədisi gətirir Şeyx Rabi, rahiməhullah, İbn Ömərdən gəlir. Allah atasından da özündən də razı olsun. Buyurur ki, eşitdim ki, Muhammed sallallahu aleyhi və səlləm deyir, nə vaxt deyib? İdə rafə rəsahu minər ruku' minər rəkətil əxirəti minəl fəcr. Peyğəmbər sallallahu aleyhi və səlləm fəcr namazını qılanda, ikinci rükətdə Səmi Allahu limən həmidə Rabbənə və ləkəl həmid deyəndən sonra qalxır, bu sözü deyir, bəddua eləyir. Yəni, Səmi Allahu limən həmidə Rabbənə və ləkəl həmid deyəndən sonra bu sözləridir. Allahum məl'ən fulanən və fulanən və fulanən. Allahım filan kəsə, filan kəsə, filan kəsə lənət et. Və sənə lənətin olsun. Peyğəmbər sallallahu aleyhi və səlləm bəddua eləyir. Və Allah Teala da bu ayəni nazil eləyir. Əl-İmran surəsi, qardaşlar, Əl-İmran surəsi 128-ci ayə. Kim yazılsa yazsın. Əl-İmran surəsi 128-ci ayə. Nə deyirdi Allah Teala? Leysə ləkə minəl əmrə şey. Bu məsələnin sənə aidiyyəti yoxdur. Yəni, onların əzab görmələrinin və ya nizət tapmamalarının, hidayət olmalarının sənə bir aidiyyəti yoxdur. Və sonra şeyx buyurur ki,
Və fi rivayə, başqa bir rivayətdə gəlir ki, Yedu ala Safvan ibn Umeyyə. Başqa bir rivayətdə gəlir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem adlar çəkir. Bu hədisdə nə demişdi? Fulan, fulan, fulan. Yəni Allahın filan kəsə, filan kəsə, filan kəsə lənət et. Lənətin olsun. Amma bu hədisdə isə başqa bir rivayətdə deyir ki, Yedu ala Safvan ibn Umeyyə. Safvan ibn Umeyyə üçün bəddua eləyir. Və Suheyl ibn Amr. Suheyl ibn Amr üçün bəddua eləyir. Və Harith ibn Hişam. Harith ibn Hişam. Bu üç kəs üçün Muhammed sallallahu aleyhi ve sellem bəddua eləyir. Yəni Allahdan onlara lənət istəyir. Yenə də Şeyx Rabi bu ayəni gətirir ki, Əl-İmran surəsi 128-ci ayədə Allah təala deyir ki, "Leysə ləkə minəl əmri şey." Bu məsələnin sənə aidiyyatı yoxdur. Və bu hədisi də Şeyx Rabi buyurur ki, İmam Buxari, İmam Nəsai, İmam Əhməd və Tirmizi kimi böyük alimlər rivayət eləyiblər. Və birinci hədisi kim rivayət eləmişdi, qardaşlar? Ənəs. Ənəs İbn Məlik. Ənəs radiyallahu anhu, bilirsiniz, Peyğəmbər sallallahu aleyhi ve selləmə ən çox xidmət edən sahabələrdəndir. Neçə yaşında anası gətirmişdi onu? 10 yaşında. Peyğəmbər sallallahu aleyhi ve selləmin yanına gətirir, deyir ki, bu Ənəsdir. Hədə Ənəs. Bu Ənəs də yaxdimu ki, sənə xidmət eləyəcək. Və həmin vaxt neçə yaşı var idi? 10. Neçə? 10 yaşı var idi, balaca uşaq idi. Və bu hadisədə nə dəlil var, qardaşlar? Anasının gözəl istiqamət verməsi və qadınlar üçün böyük bir nümunədir. Öz evladlarını gör, ana hara aparıb birbaşa Muhammed sallallahu aleyhi ve sellemin yanına ki, hədə Ənəs yaxdimuke. Bu Ənəsdir, sənin xidmətçindir bundan sonra. Və Peyğəmbər sallallahu aleyhi ve sellem dünyasını dəyişənə qədər Ənəs ona xidmət eləyir. Hətta dəfnində də oradaydı. Ona görə Ayşə anamız deyir ona ki, necə əliniz gəldi onu qoydunuz qəbirə? Necə onu dəfn elədiniz? Deyir ki, biz onu dəfn eləyəndə heç bilmirdik, biz yoxsa yox. Belə sevirlər, bağlıydılar. O sözü də o deyib ki, Muhammed sallallahu aleyhi ve sellem Mədinəyə daxil olanda hər şey nura bürünmüşdü. Hər şey parıldayırdı. Muhammed sallallahu aleyhi ve sellem dünyasını dəyişəndə hər şey zülmətə bürünmüşdü. Deyir ki, mənim əlim heç vaxt onun əlindən yumuşaq bir şeyə dəyməmişdi. Heç vaxt məndir qəzəblənməmişdi. Peyğəmbər sallallahu aleyhi ve sellemin yanında olub. Buyurur ki, Ənəs kimdir? Ənəs ibn Məlik Əl-Ansari, Əl-Xazraci. Sahibu Rasulillahi sallallahu aleyhi ve sellem. Muhammed sallallahu aleyhi ve sellem gələndə Mədinəyə, atası qaçır Şama. Elə orada da ölür kafir kimi. Əl-Ansari, Əl-Xazraci. Peyğəmbər sallallahu aleyhi ve sellemin sahabəsidir və xadimuhu, ona xidmət eləyib. Xadimən Nəbi sallallahu aleyhi ve sellem 10 sinin. 10 il xidmət eləyib Muhammed sallallahu aleyhi ve sellemə. Və ləhu 1100 hədis və 86 hədisən. Deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellemdən 1286 dənə hədis rivayət eləyib. Onun 168-də İmam Buxari və Müslim ittifaq eləyiblər. İkisi rivayət eləyiblər onu. Sonra deyir ki, Basrada dünyasını dəyişib. Neçə yaşında dünyasını dəyişib, qardaşlar? Ənəs. 100-dən yuxarı yaşayıb. 100-dən yuxarı yaşayıb. Və 100-dən yuxarı yaşamasında da, qardaşlar, Peyğəmbər sallallahu aleyhi ve sellem onun üçün dua eləyib. Bir rivayətdə gəlir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem onun üçün dua eləyib, deyib ki, Allahım onun malına, evladına və ona nə verirsənsə, bərəkətdə elə onun üçün. Bir rivayətdə də deyir ki, Allahım onun ömrünü uzat, malına bərəkət ver və onu cənnət əhli elə. O özü deyir ki, ikisini gördüm, uzun ömür yaşayıb, Şeyx Fozan deyir ki, 100-dən yuxarı yaşayıb, 120-dən yuxarı evladı olub, hamısı tövhid əhlidir. Özü deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellemin duasını ikisini gördüm. Uzun yaşadım, malı çox olub, həmçinin evladları da çox olub. Nəyə gözləyirdi? Cənnətə daxil olmağa. Sonra şeyx deyir ki, Şeyx Rabi, ikinci sahabə Abdallah İbni Omar. Hə, qardaşlar, yazmışdıq bunu deyəsən ölüm tarixini. Yazmamışdıq yoxsa?
Abdullah ibn Ömər. Abədilədəndir. Yox, yazmamışdıq. Yaxşıdır ki, Abdullah ibn Ömər Əl-Quraşi Əl-Ədəvi radiyallahu anhumə əsləmə qadimən bi Məkkətə mə'əbihi. Atası ilə bir yerdə İslamı qəbul edib. Məkkədə. Və həcərə və huvə İbn Əşər. Hicrət eləyəndə atası ilə bir yerdə hicrət eləyib. Neçə yaşında? 10 yaşında. Xəndək döyüşündə və ondan sonraki döyüşlərdə də iştirak eləyib. Peyğəmbər sallallahu aleyhi ve səlləmdən bir yerdə. Və sahabələrin böyüklərindən idi, fəzilətlilərindən idi. Yəni, böyük o mənada sahabələrin fəzilətlərindən idi. Mulazimən lis-sünnə. Sünnəyə bağlı idi. Kim deyə bilər, qardaşlar, onun sünnəyə bağlı olmasından? Nümunə. Yazmışdıq. O, Peyğəmbər sallallahu aleyhi ve səlləm harada oturub kölgələnirdi, o geyib orada kölgələnirdi. Hətta Peyğəmbər sallallahu aleyhi ve səlləm gedib harada öz ehtiyacını ödəyirdisə, o da geyib orada öz ehtiyacını ödəyirdi. Bu bəzilərinə belə şeylər qəribə gəlir ki, bunlar 21-ci əsr falan nə danışırcaq. Bağlı olublar Muhammed sallallahu aleyhi ve səlləmə. Burada qəribə bir şey də yoxdur. Bəzən görsən ki, oğul atasına o qədər bağlı olur, oxşamağa çalışır ki, onu tərifləyirsiniz bəs. Nə yaxşı atasını məsələn izləyir. Peyğəmbəri olub Allah Taala'nın. Sahabələr izləyirdilər, bəli. Ən böyük dəlillərdən qardaşlar, Peyğəmbər sallallahu aleyhi ve səlləmə bağlı olmasından ən çox rivayət edənlərdəndir. Ən çox hədis rivayət edən sahabələrdəndir. Sonra şeyx burada buyurur ki, sünnə əhli idi, fərran minəl bid'ə. Bidətdən çəkinən idi. Buna kim dəlil deyə bilər, qardaşlar? Məşhur bir hadisə var. Əhsən. Gəlmişdilər onun yanına Yahya ibn Ya'mar, bir də Hümeyd ibn Abdurrahman ikisi. Onlar çıxırlar öz yerlərindən, səhv eləmirəmsə Basradan, gəlirlər hara Mədinəyə. Və özlərində deyirlər ki, kəşki Allah Teala bir dənə Peyğəmbər sallallahu aleyhi ve səlləmin sahabələrindən birini bizim qarşımıza çıxardardı. Biz bu məsələni ərz eləyərdik. Məsələ nə idi? O vaxtı baş qaldırmışdı Mu'təzilələr, qədərilər. Onlar deyirdilər ki, qədər yoxdur, əl-əmru unf. Olan hadisələr, məsələlər təsadüfəndir. Hadisələr olur, sonra Allah xəbər tutur ki, məsələn, belə şey oldu onun kainatında. Küfrə baxın. Allahu akbar. İndi də var bəziləri deyirlər ki, məsələn, bir qızla oğlan, yəni iki gənc evlənəndən sonra Allah bilir ki, məsələn, onlar evləndi. Batil etiqaddır. Allah Teala isimlərindən biri nədir? Alim, Əl-Alim, əzəli, əbədi, elmi var Allah Teala'nın. Hər şeyi əhatə eləyən hansı ki, elmində cəhalət yoxdur, elmində unutqanlıq yoxdur. Allah Teala deyir ki, mə farratnə fil kitəbi min şey. Biz kitabda heç bir şey nəzərdən qaçırmadı. Və mə kənə rabbukə nəsiyə. Rəbbin unutqan deyil. Allah deyirlər ki, qədər yoxdur. Gəlirlər, bu iki tabiin, meclisdə girəndə Abdullah ibn Öməri görürlər. Bidətdən qaçmasına dəlillərdən alimlər deyirlər. Və sual verirlər ki, ona bizim tərəfdə belə-belə adamlar çıxıb və onlar elm əhlidir. Elmləri var, savadlıdırlar, yəni sıravi adamlar deyildi. Onlar deyirlər ki, qədər yoxdur. Onun cavabı nə olur Abdullah ibn Ömərin? Nə deyir qardaşlar? Deyir ki, onlarla bir də qarşılaşsaz və izə ləqitum onları görsəz fəəxbiruhum ənni bəri'un minhum və ennəhum bura'a'u minni. Onları bir də görsəz, onlara xəbər verin ki, mən onlardan, onlar da məndən uzaqdılar. Sonra deyir ki, onlardan birinin Uhud dağı boyda qızılı olsa, onu Allah üçün sədəqə vermək istəsələr, qədərə iman gətirməyənə qədər Allah onlardan onu qəbul edəməz. Hətta oradan onu desir. Deyir ki, vəllədi nəfsi biyədi İbn Ömər. Ömərin oğlu Abdullahın canı əlində olan Allaha and olsun, Allah onlardan qəbul eləməz. Həmin Uhud dağı boyda sədəqəni ta ki nə vaxt? Allahın qədərinə iman gətirməyənə qədər. Belə sahabələrdən idi. Nasihən lil ümmə. Ümmətə səmimi nəsihət eləyənlərdən idi. Dünyasını dəyişib qardaşlar hicrətin 74-cü ilində. Hicrətin 74-cü ilində vəfat eləyib. Və sonra şeyx burada buyurur ki, Şeyx Rabi, hədisdə keçən
Peyğəmbər sallallahu əleyhi və səlləm başı yarılması, əşşuc kəlməsi, şeyx deyir ki, əsl odur ki, bu söz başda olan yarığa deyilir. Əsl odur ki, başda olan yarığa deyilir. Məsələn, bir adamın başına vurursan, onun başı yarılır. Bu söz orada işlədilir. Amma bəzi əzalarda da deyir, bunu işlətmək olar. Lakin şuc kəlməsi başda olan yarığa deyilir. Yəni, ərəblərdə bu şeylər dəqiqdir, kəlmələr dəqiqdir. Hər kəlmənin öz yeri var. Sonra buyurur ki, rübəiyyə kəlməsi Peyğəmbər sallallahu əleyhi və səlləmin dişlərindən danışanda Ənəs deyir ki, və kusrət rübəiyyətuhu. Rübəiyyə qardaşlar, iki ön diş ki var, əsas iki ön diş, altda üstdə. Onun sağında solunda olan dişlərə deyilir rübəiyyə. Və olardır. Başa düşüldü də qardaşlar. İki dənə əsas diş ki var, alt üst, ortada. Onların sağında solunda olanlara rübəiyyə deyirlər. Peyğəmbər sallallahu əleyhi və səlləmin dişlərini sındırmışdılar. Sonra deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, keyfə yuflihə qovmun. O qovum necə nicat tapar? Şeyx Rabi deyir ki, əl-fələh, nicat sözü, əl-fəvz bil-mətlubul ə'zam. Nicat tapmaq o nədir? O əzəmətli tələb ki var, ondan gedir söhbət. O nədir? Allah razılığı. Nicat tapmaq ondan gedir söhbət. Sonra buyurur ki, əl-lə'in, lənət eləmək. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm onlar üçün nə dedi? Allahümmə lə'ən fulən və fulən və fulən. Allahım filan kəsə, filan kəsə, filan kəsə lənətin olsun. Yaxşı, lənət nə deməkdir, qardaşlar? Lənəti izah edir. Şeyx deyir ki, əl-lə'nu lənət min Allah. Allahdandısa, Allah lənət edirsə, ət-tardu vəl-ibad min rəhmətillah. Onu qovur, uzaqlaşdırır hardan? Öz rəhmətindən. Deməli, şeytan nədir? Lənətlənib. Nə mənada? Qovulub Allah Taala'nın rəhmətindən. Allah Taala onu qovub rəhmətindən. Və minəl xalqi, insanlardan olan lənət isə, şeyx buyurur ki, əsəb və dua. İnsanlardan olan lənət, yəni bəddua eləmək və ya təhqir eləmək mənasındadır. Belə deyək. Sonra şeyx buyurur ki, hədisin ümumi mənası, qardaşlar, hədisdə olan ümumi məna, Peyğəmbər sallallahu aleyhi və səlləm Uhud döyüşünə daxil olur, Allahın düşmənləri olan müşriklərlə döyüşür və döyüşün əvvəlində kim qalib gəlirdi, qardaşlar? Uhud döyüşündə. Müsəlmanlar yoxsa müşriklər? Müsəlmanlar. Döyüşün əvvəlində Peyğəmbər sallallahu aleyhi və səlləm neynəmişdi orada? Necə bölmüşdü? Ox atanları hara təyin eləmişdi? Hansı ki, Cəbəl-i Rumat deyirlər, Ümrəyə həcə gedəndə qardaşlar görürlər. Ox atanlar dağı var idi. Ora bir neçə sahabəni təyin eləmişdi Muhammed sallallahu aleyhi və səlləm. Demişdi ki, siz orada qalın. Oradan enməyin. Səvaən huzimnə əv intasarnə. Utsaq da, uduzsaq da siz oradan düşməyin, oradan enməyin. Və döyüş başlayır Peyğəmbər sallallahu aleyhi və səlləm və onun ordusu, sahabələr udurlar, qalib gəlirlər. Yəni öndə edirlər müşriklərdən. Onları məğlub edirlər. Lakin sonra şeyx burada qeyd edir ki, ordunun içində bəzi sahabələr Peyğəmbər sallallahu aleyhi və səlləmin əmrindən çıxıb görürlər ki, udurlar artıq, enirlər oradan. Əslində enməməlidirlər. Elm əhli buna qardaşlar sadəcə müxalif əməl deyiblər. Xəyanət deməyiblər. Hətta elm əhli qeyd edir ki, subhanallah, Allahın hikmətindəndir ki, kimlər ki oradan enmişdi, tarixdə onların adları bilinmir. Allah Taala örtüb onların adlarını. Səhabə idilər. Sonra Şeyx Rabi burada deyir ki, o döyüşdə Peyğəmbər sallallahu əleyhi və səlləmə bir curuh, yəni yaralar üz verir. Fəqalə mustab'idən fələ həuləl müşrikin və duxulin fil İslam. Və Peyğəmbər sallallahu əleyhi və səlləm onun başını yarandan sonra, o əziyyəti görəndən sonra onların hidayət olmasını uzaq görür. Onda əsəbləşir, deyir ki, bunlar necə nicat tapacaqlar? Bunlar necə qurtula bilərlər? Və şeyx burada qeyd eləmir, qardaşlar. Bilirsiniz də o döyüşdə, qısa olaraq məlumat vereyim, udurdular Peyğəmbər sallallahu əleyhi və səlləmin ordusu. Sonra o xatanlar, o dağı tərk eləyəndən sonra kim onlar güdürdü o xatanlar? Hansı sahabə idi? Xalid ibn Valid. Həmin vaxtda müsəlman deyildi, müşrik idi. Amma döyüş taktikalarını yaxşı bilirdi. Çox möhkəm döyüşçü idi. O bilirdi ki, elm əhlidir ki, o bilirdi ki, o xatanlar düşəcəklər oradan. Onu gözləyir, onların enməsindən, fürsətdən istifadə eləyib
udurlar müsəlmanları. Peyğəmbər sallallahu əleyhi və səlləm böyük sahabelər dünyasını dəyişir o döyüşdə. Hansı sahabelər olur qardaşlar? Xatırlayaq. Həmzə, Musab ibn Umeyr, hə? Bir dənə də əzəmətli sahabelər hansı ki deyirəm mən cəhənnətin iyin hiss edirəm Uhud dağı tərəfdən. Ənəs ibn Nadr, Ənəs ibn Məlikin əmisi hansı ki Allaha demişdi mənə bir dənə şans versin görsün onun üçün nələr eləyəcəm. Və o sahabə o döyüşdə uduzurlar, şəhid olurlar. Sonra Abdullah Cabir ibn Abdullah, Cabirin atası Abdullah ibn Haram hansı ki o sel gələndə qəbirlər açılır. Onun saqqalından hara ki torpaq dəymişdi, bir dənə o yer çürümüşdü, əti dəyişmişdi. Qalan hər yeri sağ idi. Sonra olan yerlərini dəyişdirirlər, bəzi sahabələr aparırlar bəqiyə və s. Sonra şeyx burada buyurur ki, Peyğəmbər sallallahu əleyhi və səlləm bu sözü deyir ki, necə onlar nicat tapa bilərlər? Allah da görün nədir şeyx deyir ki, laqad anzalallah el-alim, el-xabir, el-malik, el-mutasarrif, ellezî lehul xalqu vel-amr və lehul hukmu fid-dunya vel-axirə. Hansı kidir bax bilən, xəbərdar olan, hər şeyin sahibi olan, dünya və axirətdə bütün əmrlərin, işlərin sahibi, hökmdarı olan Allah öz peyğəmbərinə ayə nazil elədi. Fikir versidir ki, bilən, xəbərdar olan. Çünki peyğəmbər sallallahu əleyhi və səlləm bilmir də sonra nə olacaq. Çünki Allah ona nə deyir ayədə? Allah təala deyir ki: "Qul la amliku li nafsi naf'an və la darra illa ma şa Allah." De ki, Allahın mənim üçün istədiyindən başqa özümə nə bir xeyir verə bilərəm, nə də bir zərər verə bilərəm. وَلَوْ كُنْتُ أَعْلَمُ الْغَيْبِ Əgər qeybi bilsəydim, لَسْتَكْسَرْتُ مِنَ الْخَيْرِ وَمَا مَسَّنِيَ السُّوءُ Özüm üçün xeyri çoxaldardım, mənim bir pisliyi də dəyməzdi. Şeyx deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem bilmirdi. Sonra nə olacaq? Onlarda hansı xeyir var idi? Sadəcə həmin vaxtda qəzəblənmişdi, ağır gəlmişdi ona qövmü tərəfindən olan o sıxıntılar bəddua elədi. Şeyx deyir ki, amma xəbir, Allah xəbərdar olan bilirdi. Elmli olan Allah Teala bilirdi ki, onlar hidayət ola bilərlər. Ona görə deyir ki, leysə ləkə minəl əmru şey. Bu məsələnin sənə aidiyyəti yoxdur. Leysə ləkə minəl əmru şeyun əv yətubə aleyhim. Ola bilsin Allah tövbələrini qəbul eləyər. Əv yuəzzibəhum. Və ya əzab verir onlara. Fə innəhum zalimun. Amma onlar zalimlardır. Sonra şeyx burada deyir ki, Thumma şə Allahu el-hidayətə ləhum. Sonra Allah həmin adamlara hidayət istədi. Həmin insanlara hidayət istədi. Fəhədəhumullahu bil-İslam. Allah onları İslam'a yönəltdi, hidayət verdi onlara. Fəkənu min xeyrəti cunudihi. Və onlar Peyğəmbər sallallahu aleyhi ve sellemin ən xeyirli əshabından, ordusundan sayılırlar. Və əxlasihim ləhu. Allah üçün ən ixlaslı olan, Peyğəmbər sallallahu aleyhi ve sellemə ən tabi olan sahabələrindən olurlar. Əvvəldə nə idi? Allahümmə lə'ən fulan və fulan və fulan. Lənət eləmişdi Peyğəmbər sallallahu aleyhi ve sellem. Allahdan onlara bəla istəmişdi. Amma Allah qoymadı. Ona görə qardaşlar, burada indi şeyx də qeyd edəcək. Ömərdən inşallah bir qısa var. Heç kəsin hidayətindən insan gərək ümidini üzməsin. Nə qədər sərt olsa, köbud olsa, qəliz olsa, mübarizə aparsa İslamla, tövhidlə, sünnə ilə, hidayəti Allahın əlindədir, vallahi, bilinmir. Ən böyük dəlillərdəndir. Şeyx buyurur ki, şeyx buyurur ki, Allah da onlara hidayət verdi. Və fətəhəllahu bihim əd-dünya. Allah onların səbəbi ilə dünyanı fəth elədi deyir. Və hədəllahu uməmən ələ əydihim. Allah onların əli ilə ümmətlərə hidayət verdi. Sonra şeyx deyir ki, bu hadisədən sonra hansısa bir ağıllı insan gəlib deyə bilər ki, Peyğəmbər sallallahu aleyhi ve sellem qeybi bilir. Kim deyə bilər? Ne üçün belədir, qardaşlar? Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem onlara bəddua edirdi, xeyir görmürdü onlarda. Şeyx deyir ki, bu dəlildir ki, Muhammed sallallahu aleyhi ve sellem qeybi bilmir. Onu Əhl-i Beyti necə biləcək? İmam Hüseyin olsun, Həsən olsun, Fatimə, Əli və s. Heç biri qeybdən xəbərləri yoxdur. Heç biri. İmam Hüseyin Allah ona razı olsun. Bilmirdi ilə qeybi öldürüləcək. Hətta bilirsiniz də, sonra peşman olmuşdu, qayıtmaq istəyirdi. Görsən, bu da dəlildir ki, o bilmirdi qeybi. Muhammed sallallahu aleyhi ve sellem bilmirdi qeybi. Ayət açıq aydın dəlildir. وَلَوْ كُنْتُ أَعْلَمُ الْغَيْبِ Əgər mən qeybi bilsəydim, لَسْتَكْسَرْتُ مِنَ الْخَيْرِ Özüm üçün xeyri çoxaldardım deyir. Sonra şeyx burada buyurur ki, hansısa bir ağıllı adam necə deyə bilər ki, Muhammed sallallahu aleyhi ve sellem qeybi bilir.
Sonra burada buyurur ki, ayəni gətirir, deməli, Həcc surəsi 46-cı ayə. İnnəhə lə tə'məl absar və ləkin tə'məl qulub əlləti fis-sudur. Buyurur ki, gözlər kör deyil. Əslində kör olan nələrdir? Kökslərin içində olan qəlblər. Yəni bu məsələləri başa düşmək üçün salamat qəlb lazımdır. Sağlam ağıl lazımdır, sağlam qəlb lazımdır, sağlam yanaşma lazımdır. Sonra şeyx deyir ki, hədisdən çıxan bəzi faydalar, qardaşlar. Buyurur ki, hədisdən çıxan faydalardan biri odur ki, peyğəmbərlər də digər insanlar kimi müsibətlərə düçar olurdular. Ən böyük dəlil nədir? Bu hadisə. Vururlar Peyğəmbər sallallahu aleyhi ve səlləmi, başını yarırlar. Digər insanlara üz verən müsibətlər onlara da üz verir. İnsanlar kimi insanlar idi, onlar da xəstələnirdilər. Yəni Peyğəmbərlərin haqqında şeyx demək istəyir ki, elə düşünmək lazım deyil ki, onlar normal insanlardan fərqli olurdu. Fərqli olmayıblar. Fərq olub onlarda neydə? Allah onları seçib. Fərq olub onlarda neydə? Allah onlara vəhiy verib. Fərq olub onlarda insanlarla neydə? Allah onlara möcüzələr verib. Nişanələr, ayələr verib. Sonra şeyx burada buyurur ki, faydalardan da biri Peyğəmbər sallallahu aleyhi ve sellem o bədduanı eləyəndə qardaşlar harda eləmişdi? Namazın içində, fəzr namazında qunut tutmuşdu. Qunut tutub eləmişdi o bədduanı. Şeyx buyurur ki, faydalardan biri odur ki, nəvazil hadisələrdə, qardaşlar, nəvazil hadisələr hansıdır? Ani hadisələr. Ani hadisələr. Elm əhli qeyd edilir ki, hadisələrdən nə ola bilər? Məsələn, düşmən anidən hücum eləyə bilər. Mühasirəyə ala bilər ölkəni, müsəlmanları və s. O halda əmr sahibinə aiddir hökm vermək, məscidlərdə qunut tutulur. İmamlar qunut tutur və Allahdan çıxış yolu istəyir. Necə ki, Peyğəmbər sallallahu aleyhi ve sellem həmin çətin anda qunut tutmuşdu. Məsələn, ani hadisələrdən digər bir şiddətli hala düşmək və ya xəstəlik. Allah subhanahu wa ta'ala bəzən elə bir xəstəlik göndərir, məsələn, bizdə olmuşdu bu yaxın illərdə. Gördünüz xəstəlik elə bir xəstəlikdir ki, ani bir hadisə idi. Elm əhlidir ki, belə hallarda qunut tutulur, lakin o da əmr sahibinə aiddir. O tapşırandan, icazə verəndən sonra məscidlərdə qunut tutulur. Amma belə normalda hər namazda qunut tutulmur, fəzr namazında. Sonra şeyx buyurur ki, faydalardan da biri odur ki, müşriklərə və onların adlarını çəkərək, fərd olaraq namazda onlara dua eləmək, bəddua eləmək namaza təsir eləmir. O da kimə aiddir? Hər kəsə yox. Məsələn, qunut tutdun, bəddua elədin, yox. Necə bu hadisələrdə, şeyx qeyd elədi, belə hallarda o da eləyir ki, imam, namazı qıldıran, vəzifəli şəxslər belə deyək. Sonra şeyx burada buyurur ki, faydalardan əsas bu ne üçün deyir? O namaza təsir eləmir. Çünki normalda sən namazda qunut tutmursan axı. Elə hallarda qunut tutulub Allaha dua edilsə və onlar üçün bəddua da edilsə, o namaza təsir eləmir. Sonra şeyx burada buyurur ki, dördüncü fayda odur ki, qardaşlar, bütün məsələlər kimə aiddir? Allaha. Bütün işlər Allahın əlindədir. Peyğəmbər sallallahu aleyhi ve sellem əmisi Əbu Talib üçün Allaha nə demişdi? Dua eləyib istəyirdi ki, Allah ona hidayət versin. İstəyirdi ki, o hidayət olsun. Amma Allah Teala vermədi hidayət. Allah Teala nə deyir? İnnəkə lə təhdi mən əhbəbd və ləkinnallaha yəhdi mən yəşə və huvə ə'ləmu bil muhtədin. Sən istədiyinə hidayət verə bilməzsən, Allah istədiyinə hidayət verir, o doğru yolda olanları yaxşı tanıyır. Hidayəti kimdir verən? Allah. Hətta Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, lə əstəğfirannə lək mələm unha ənk. Mənə qadağa olana qədər sənin üçündür Allahdan bağışlanmaq diləyəcəm. Sonra Allah Teala başqa bir ayət nazil edir ki, mə kənə lin-nəbiyyi vəl-ləzîne āmenū ən yestəğfiru lil-müşrikin. Əl-ayə. Nə peyğəmbərə, nə də onunla bir yerdə iman gətirənlərə yaraşmaz ki, müşriklər üçün Allahdan bağışlanma diləsinlər. Kimdir hidayəti verən? Allahdır. Hidayət neçə növdür, qardaşlar? İki növ. Biri, hidayət yəni biri yönətməkdir. Peyğəmbəri Muhammed sallallahu aleyhi ve sellemin bütün peyğəmbərlərin və sonra onların davamçılarının
yolu, insanları yönəltmək. Bu birinci hidayət. Bunu hamı bacarır. İkinci hidayət hansıdır? O çağrılan, o yönəldirən yol ki var, tövhid, sünnə, Quran və s. İslam, onu Allah nəsib eləməlidir. Sən dəvət eləyirsən, ola bilsin kimsə sənin dəvətini qəbul eləmir, o demək deyil ki, məsələn, bəzi adamların dediyi ki, məsələn, bundan adam olmaz, belə söz demək olmaz. Ola bilər Allah Teala başqasının dili ilə ona hidayət verər. Ola bilər Allah Teala başqasının əməli ilə ona hidayət verər. Hidayət Allahın əlindədir, necə ki, bütün məsələlər Allahın əlindədir. Sonra şeyx burada buyurur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm o müşriklər üçün bəddua edirdi və sahabələrə də amin dizdirirdi. Və sonra burada qardaşlar, Ömər radiyallahu anhdan bir qissə var. Hidayət barədə. Bir nəfər var idi, Ömər radiyallahu anh gəlib ziyarət edirdi daim. Və rivayətdə gəlir ki, Zəbəs çox güclü adam idi. Gəlirdi yanına, daim onu ziyarət eləyirdi, danışırdılar və s. Və bir müddətdən sonra Ömər radiyallahu anh görür ki, adam yoxdur. Elm əhli bunu danışır nə üçün? İnsanların hidayətindən gərək əl üzməyəsən. Bazardığın qədər sən dəvət elə. Şeyx buyurur, elm əhli buyurur ki, Ömər radiyallahu anh çağırır kətibi, yazarı. Görür ki, o yoxdur. Deyir ki, bəs hardadır o? Sual verir ki, hardadır? Deyir ki, içkiyə qurşanıb, içir. Ki, yazır. Bismillah, Bismillahirrahmanirrahim. Sonra deyir ki, min Ömər ibn Xattab ilə filan, filan kəs oğlu filan kəsə. Nəsiyyət yazır. Nəsiyyətində qardaşlar bu ayəni yazır. Qafiriddəm və qabilittəv şədidil iqab zittəvül. Fikir verin. Deyir ki, günahları bağışlayan, tövbələri qəbul edən, cəzası şiddətli olan bu ayələri yazır, göndərir. Və məktub ona çatanda asır oxuyur və deyir ki, rivayətdə gəlir ki, bu ayələri dayanmadan təkrarlayırdı sevindiyindən. Dayanmadan təkrarlayırdı ki, günahları bağışlayan, tövbələri qəbul edən, lütfkar olan. Və gəlir ki, adam tövbə eləyir və gözəl tövbə eləyir, islah olur və qayıdır istiqamətə. Elm əhli bunu gətirir ki, bu qissəni. İnsan ola bilsin, doğru yol üzərində olub azsa belə, sən onun hidayətindən əlvi üzmə. Dəvət elə, deyil, çatdır. Ola bilsin, Allah Teala yönəldər, qaytarar. Bizdən deməkdir. Lakin kimin əlindədir hidayət? Allah Subhanahu wa Ta'ala'nın. Mövzu nə idi qardaşlar burada? Bütün işlər Allaha qayıdır. Bütün işlərin əvvəli, axırı Allaha qayıdır. Hər şey Allahın əlindədir. Hər bir şey Allahın əlindədir. Allah Teala bizim hər birimizi eşidib faydalanan qullarından etsin. Bütün xeyirlər hamısı Allahdandır. Allah Teala bizə nəsib etsin bu risaləni gözəl şəkildə sona çatdıraq. Aqulu ma sami'tum və estəğfirullaha li və lakum və lisəl muslimin min kulli zənbin fəstəğfiruhu innehu huvel gafurur rahim.